Məndə o vaxtlar Kinobaz layihəsi vardı, bilmirəm yadındadır yox, Bəli, filmlərlə bəli, bağlı yadımda. videolar hazırlayırdım. Paraleldə də başqa işdə işləyirdim və o layihəni həmin aralıqda bir ara dayandırmışdım. Çünki fiziki olaraq çatdırmırdım. Dedim, mən sizi tanıyıram, mən sizin videoları izləyirəm. Mən də qalmışım baxıram ki, bu adam bu tədbirə get, o tədbirə get, orada çıxış edib, hardan vaxt tapır mənə baxmağa görəsən. Maraqlı gəldi mənə ki, nəcəb adam baxır. Baxıram, çox faydalı iş görürsüz. Nəcəb deyir, yeni videolar paylaşmırsan. Mən də həm bir tərəfdən donmuşam ki, bu adam niyə baxsın mənim videolarıma? O harcamat bunun videolarına baxır YouTube-da. Sən demə o da mənim videolarıma baxır. Deyir ki, nə əcəb dayandırmısınız? Mən dedim ki, bəs sözüm belə də biraz başım qarışıqda vaxt olmur. Yox, davam eləyin, lazımdır bizə. Belə bir hal yaşanmışdı. Dedim ki, Hacışayının köməkçisi kimi işləyirdim. Bəs sənin vəzifələrindən nə daxildir? Əsasən hansı işləri yerinə yetirirdin? Bir məqama mən diqqət çəkim, sən qeyd elədin deyə bu cəmaət onun xütbələrinə qulaq asır, bu videolara baxır. O isə mənim videolarıma məsələn təəccüblidir ki, Hacı işlərinin bu qədər çox olmağına baxmayaraq eyni zamanda hamıya ayrıca bir diqqət göstərirdi.